Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Sizi Bakı Expo mərkəzində 1-7 oktyabr tarixlərində keçirilən kitab sərgisinə salamlayıram. Bugün burada bir araya gəlməyimiz sözlərin, biliklərin, ən əsası da kitabların bayramıdır. Gəlin sizinlə bir yerdə həmin sərgiyə keçid edək. Mənim adım Müzəffərli Nuraydır. Mən 316 nömrəli tam orta məktəbdə oxuyuram. Bura gəlməkdən məqsədim çoxlu kitab alıb, kitablardan faydalanmaq idi. Kitab sərgisinə bağlı ümumi təəssüratlarınız necə oldu? Çox əla, hər şey çox gözəl təşkil olunubdur. Ən gözəl də odur ki, imzalı kitablar ala bilirik. Qəşəng uşaqlar üçün çox əyləncəli proqramlar da var. İstədikləri kitabları hələ endirimlə də almaq çox ləzzət eləyir. Hər şey çox gözəldir. Təşəkkür edirəm hamıya ki, təşkil edirlər belə gözəl. Uşaqlar, daha kim danışmaq istəyir? Oxuduğu kitab haqqında təəssüratları bölüşmək. Hə, uşaqlar? Bir gün bir dəstə göyərçi meşədə uçuşmaya başlayırdı. Onların bir başçısı Alabaxda var idi. Alabaxda çox dünya görmüş və xeyirxah bir baş göyərçi idi. Bir gün onlar meşədə uçarkən bir ovçu onları görüb yerə çoxlu dəl səpir və quşquda durur. Hazırsınız? Salam, mənim adım Şəms Paşadır. Mən 5-ci sinifdəyəm və dünya məktəbində oxuyuram. Mənim əslində bu kitab sərgisi çox xoşuma gəldi. Çox gözəl idi və çoxlu təzə şeylər öyrəndim. Biz ən çox Azərbaycan dili kitabları aldıq və mən əslində ən sevdiyim kitablardan biri, yəni oradaydı. Çox sevdim. Mənim adım Fidandır, soyadım Kərimlidir. 311 nömrəli tam orta məktəbdə oxuyuram. Buranı çox bəyəndim. Atam çox sağ olsun, bura mənə gətirdi. Mən ən çox sevdiyim kitab Alisa Möcüzələr Diyarıdır və sairə kitablardır. Kitab sərgisinə bağlı ümumi təəssüratlarınız necədir? Mən Süleymova Mədinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 1-ci kurs tələbəsiyəm. Kitablara olan sevgim nəticəsində buradayam. Kitab oxumağı çox sevirəm və onun nəticəsində buradayam və burada olmamına görə də çox şadam. Çok güzel. İlhan Hanım, bir sual vereyim size. Rövşən Abdullaoğlu'nun kitabları neçə dilə tərcümə olunur və hazırda hansı ölkələrdə kitabın satışı həyata keçirilir? Rövşən müəllimin kitabları ABŞ, Kanada, İngilizcəsi ayrı olmaqla Rus, Özbək, Türk, İndoneziya, İran fars dillərinə, Tamilcaya, Filipin dilinə tərcümə olunur. Yəni Rövşən müəllimin sayəsində nadir dillərdən olan məsələn Sinhalanı tanımışıq. Biz bilmirdik ki, Şri-Lankada Sinhala dili bu qədərdir, o dili öyrənmişik. Hindistanın böyük bir ərazisinin dili olan Tamil dili öyrənmişik. Bunlar hamısı Rövşən müəllimin kitablarının sayəsində. Çok güzel. Bəs dövlətin planı nədir? Hansı dillər var və hansı ölkələr var ki, kitablar orada da artıq tərcümə olunmuş və o ölkələrdə kullanımlar var. Bu məsələdə biraz Rövşən müəllimin seçiciliyindən danışmaq istəyərdim. Rövşən müəllim çox seçici biridir. Hər ölkəni bəyənmir, hər müraciət edən kimi bəyənmir. Ona görə də biz daha tez yanaşırıq bu məsələyə. Salam, mənim adım Seynaydır. 8 yaşım var, 149 nömrəli tam orta məktəbdə oxuyuram. 3-cü sinif şagirdiyəm. Mən bura kitab almaq üçün və kitablara baxmaq üçün gəlmişdim. Rövşən müəllim artıq 30-dan çox kitabda dünyada nəşr oluna bilərdi. Rövşən müəllimin biraz seçici davrandığı üçün qarşıda olan perspektivlərdən 5 ölkə hal-hazırda dəyərləndirilir. Müqavilələr aşamasında. Məsələn, Tamilcə artıq müqavilə imzalanır. Dünyada çap olmaq belə asan olur ki, deyək ki, mənim özümün bir maddi imkanım var. Mən öz maddi hesabıma kitabımı tarixdən çap etdirmək istəyirəm və etdirirəm. Belə olan halda, orada uğur qazanması mümkündür. Bu bir. İkinci mühüm məsələ, orada hansısa bir diyetləm var mı? Yəni, tüm kitablar dünyaya çıxa bilər və orada uğur qazana bilər mi? Məsələn,
bu açıq aydındır ki, ölkədə kitablarının xaricdə yayınlanmasını istəyən en qədər imkanlı şəxslər var. Bu belə asan və əlçatan olsaydı, bütün dünya platformalarında biz onların kitabları ilə rastlaşardıq. Təbii ki, bu asan deyil. Bu müəyyən bir çox çətin seçim mərhələlərindən keçir. Siz təsəvvür edin, siz kitabı göndərirsiniz xarici bir yayın evinə. Məzmunu bir şəxs incələyir, məzmunun aktuallığını başqa bir şəxs incələyir. Burada tamamilə gizli bir komanda çalışır, hansı ki müəllimin peşə fəaliyyətini, ədəbi karyerasını diqqətli incələyirlər, onun mövcud və həmçində potensial oxucu bazasını dəyərləndirirlər və kitabın satış əmsalını müəyyənləşdirirlər. Bir çox səbəblər var. Məsələn, tekst və mətnə gəldikdə isə, struktura gəldikdə isə, təbii ki, mən burada Qədir Qalanın editorial şöbəsinin xidmətlərini vurğulamaya bilmərəm. Rövşən müəllimin ortaya qoyduğu məhsulu o qədər üzərində təhsil çalışılır ki, onu dünya bazarına çıxarmaq üçün təbii ki, əsərin mənəvi yükü qorunmaqla, əsərin dəyəri qorunmaqla onun mətnini açıq və aydın bir görkəm halına gətirirlər ki, o xarici bazara yararlı olsun. Çünki orada güclü bir komanda incələyir və yəni bu barədə dəyərləndirmə aparırlar. Bir neçə nəfərlik komanda içində dəyərləndirmə aparırlar, heç də asan deyil. Həmçinin də müəllimin ictimai fəaliyyəti çox böyük olur. Müəllimin ölkədə nə dərəcədə tanınması, fəaliyyətli ictimai fəaliyyəti də bunun olur. Və təbii ki, bu asan deyil. Bunu asan olduğunu deyənlərə mən çox tövsiyə edərdim ki, bizim üzləşmə kitabımız var. Onu oxusunlar və reallıqlarla üzləşsinlər. Salam, mənim adım Əsra Nurdur. 8 yaşım var. 2-ci sinifdə oxuyuram. 9-dan bura gəlmişəm ki, kitablar alım, maraqlı oxuyuram. Mədəniyyətlər arası köprü funksiyasına gəldik, oxuduq mövzunu və elə burada da səhər bildirilir ki, sizdə bir məşhur yazıcı var. Elə bu kitabın qəhanəsiyle onu da tanımaq istəyirəm. Xahiş elədik ki, Rövşən müəllimlə bərabər edib tanış olun. Elə o gün əsasında da o biləndə ki, biz artıq Rövşən müəllimin kitabının Kamil bölümünə satmışıq və Kamilin kifayət verən bir əşyasından bu görüş tamamilə başqa bir mərhələyə keçdi. Kifayət verən bir dostu, Mehriban bu səhnəyə əlbəttə keçdi. Dostlar, hər birinizi sağlayırlar, xoş gördükdə. Kitabın oxucuya çatmasının mənəvi tərəfindən danışmaq istəyirəm. Mən oxuculardan tez-tez bu ifadələri eşidirəm. Təsadüfən sizin kitabınız mənim əlimə keçdi. Hansıza bir yeri getmişdim, təsadüfən orada rəhbər və yaxud da dostum sizin kitabı mənə tövsiyə elədi. Bekarçılıqdır da, 10 dəqiqə onu gözləyincə gedim neyiniyim, yanında da kitabxana var, girir kitabxanaya, birdən deyir, təsadüfən rəfdən bir kitab düşdü və o kitab elə bir yeri açıldı ki, mənim həyatıma aid olan bir hissə var idi. Və məni başa salmaq istəyir ki, mən sizin kitablarla təsadüfən necə tanış olmuşam. Bu cür həyat hekayələrini çox eşidirəm. Hətta məhbuslardan bizlər bəzən belə çox ürəyi titrədən məktublar alırıq. Yazırlar ki, bir hansısa cinayət işi üstündə adamı tutublar. Orada təsadüfən sizin kitabla rastlaşdım və deyir, orada keçirdiyim 6 ilə, 8 ilə qətiyyən peşman deyiləm. Çünki o 6-8 il olmasaydı mən o kitabları ömür boyu oxumayacaqdım. Mənim adım Melisa, Ağayeva Melisa. Mən 121 məktəbə gedirəm. Kitab almağa, oxumağa gəlmişəm. Bu mələk bəzən bir insandır, bəzənsə bir kitab. Bax, o kitabla üzləşmə həqiqətən də təsadüfən baş verilir, əmin olun. Bizlər həyatda yüzlərlə seçim qarşısındayıq. Bax, o kitablar, təsadüfən həyatımıza verən kitablar, o yüzlərlə seçim qarşısında düzgün seçim etməyi bizə öyrədir. Ona görə dostlar, sizlər buraya təsadüfən gəlməmisiniz və fərq elədir hansısa bir müəllifin kitabı ilə üzləşirsiniz, qarşılaşırsınızsa, yəni əmin olun ki, o təsadüfən deyil, o bir təqdirdir və həyatınıza hansısa bir fikri, bir mesajı, beyninizdə olan hansısa fikri aydınlaşdırmaq üçün kitab sizin həyatınıza gelir. Mənim də oxucumuz Ruziyə xanımdır. Sizə belə bir sualım var, mən həmişə narahat edeyim. İstəyək ki, sizdən cavabını alın. Sizcə insanlar bugün özləri azad seçim eləyə bilir, yoxsa bizim seçimlərimizin arxasında uşaqlıq travmaları və yaxud da ki, şuur altı inanclar dayanır? Bu sualın cavabını bilmək istəyirəm. Maraqlı sualdır. Yəni, sual bundan ibarətdir ki, insan bir yolu seçəndə, bu yolu seçməyinə, bu
bunun uşaqlıq travmaları, ətraf mühitin və cəmiyyəti, ola bilsin hansısa bir təşkilatların nə qədər təsirləri mövcuddur. Bizlər öz yolumuzu seçəndə nə qədər azadıq. Dostlar, iki dənə yanaşma var. Deməli, bir klasik yanaşma var. Klasik yanaşma budur ki, bir müddət insanlar düşünürdülər ki, ümumiyyətlə insan öz seçimində azad deyil. Buna cəbr düşüncəsidir və yəni biz məcburuq. Determinizm kimi də ifadə olur. Bir müddətdən sonra insanlar və alimlər bu nəticəyə gəldilər ki, yox, insan öz yolunu tam müstəqil seçir. İndi isə araşdırmalar göstərir ki, biz o qədər də müstəqil deyilik və bizlərin həyatında kənarda müdaxilələr mümkündür. Və sadə eksperimentləri deyil. Məsələn, deyirlər ki, əgər bir insanın yanında dövlətin bayrağı və qeyri olsa, insan daha çox vətənpərvər danışır və daha çox rəsmi danışır. Və yaxud da ki, rənglər insanlar ciddi şəkildə təsir edir. Hətta sözlərin düzülüşü və bir hadisəni göstəriblər. İki avtomobil bir-birinə toqquşur. Və sonra bunu fərqli sözlərlə izah edirlər. Deyirlər ki, iki maşın bir-birinə dəydi. İki maşın bir-birinə toqquşdu. İki maşın bir-birini dağıtdı. Baxın, görürlər ki, eyni mənadır, ancaq o sözlərin seçilməsi, hətta mühtədə xəbərin yeri insanların hadisəni anlamasına təsir edir. Sonra sizlər bunu mağazalarda tez-tez görürsünüz. Yazılar o manat üstündən xət çəkir, 9.99. Yəni, əslində bu yenə də o manatdır. Çox vaxtda bəzən pulun qalığını da qaytarırlar. Ancaq bu işləyir. Hətta mən sizi deyirəm, yenə də o 9.99 işləyəcək. Sonra insan gözü qarşısında vitrində hansı nəyi görürsə, daha sonra onları gedib alır. Bu belə olanda yəqin ki, bir dənə çay almaq istəyirsiniz, girirsiniz məsələn hansı bir dükana, o bir dənə çayla bərabər sizlər bir də görürsünüz ki, bir-iki dənə də köynək aldınız, şallar aldınız. Biz hədəfimiz bu deyil. Eve gelirsiniz, görürsünüz ki, evdə bir dənə şallar artıq var, tişört də artıq var. Yəni ona girdiniz, artıq bunda əlavə aldınız. Bunlar hamısı onu göstərir ki, bizim düşüncəmizə, iradəmizə müəyyən ətrafdakı hadisələr təsir edir. Kitab sərgisinə bağlı ümumi təəssüratlarınız necədir? Bugün burada olmaq çox xoşdur. Yəni buranı gəzmək və burada görmək çox maraqlı idi və çox xoşum gəldi. Sizə belə bir sualım olacaq bir yazıcı kimi. Əgər sən oxuyursansa, ancaq kitabdan oxumursansa, fərd olaraq bu uğurdur, yoxsa itki? Kitab sənə imkan verir ki, orada olan hadisələr barəsində sən daha dərin düşünsən. Və kitabda olan personajlar hər kəsin beynində bir cürdür. Məsələn, filmə bəzən baxırsan, deyirlər o kitabı daha yaxşıydı. Nəyə görə? Çünki kitabın filmini sən öz beynində özün çəkirsən. Ona görə filmi sənin üçün orada tamam başqa formadadır. İnsan daha bəlkə canlıdır. Ancaq bu şəhərdə kimsə yoxdur, filmi olsa, aktyor deyirsən, yox, o cür deyil, mənim xəyalımdakı bilgi biraz bəstə qoyuldu, biraz hündür oldu. İnsan daha şənli, ancaq burada o nəsə elə də alınmıyor. Yəni, kitab səni daha dərinləşməyə imkan verir və kitabdan aldığın məlumat bu sənin qəlbinə %100 toxunur. Ona görə kitabın bir insanı həyatını dəyişmək gücü filmdən, çıxışdan da bəlkə daha dərin olur. Salam, hörmətli Rövşən müəllim və əziz Rövşən Abdullaoğlu sevən oxucular. Hər birimizi biz salamlayırıq. Mən Zəkəriyə Qurbanov, dostum Ayxan Hüseynov və qardaşım Mucat Qurbanov. Biz Gözümün Kitab Klubu və Respublika Gözlənillər Kitabxanası olaraq Rövşən müəllimin bugünə qədər 5 kitabını səsləndirmişik və onlardan sonuncusunu da burada Rövşən müəllimə təqdim edəcəyik. Bizim ümumiyyətlə Rövşən müəllimin kitablarını səsləndirməkdə məqsədimiz və istəyimiz gözlənən əlil oxucular üçün Rövşən Abdullaoğlu yaradıcılığını yaxın etmək, əl çatımlığını onlar üçün təmin etməkdir və hədəfimiz də odur, həm də istəyirik ki, Rövşən Abdullaoğlu Gülşəsini yaradaq Respublika Gözlənillər Kitabxanasında və sonra həmin o Gülşən mesajını eləmək üçün Rövşən Abdullaoğlu'nun növbəti dəfəli kitabxanamıza dəvət edək. Ben istəyirəm ki, səsləndirdiyimiz kitabların adlarını burada çəkib ki, sonra dostlarımız həm kitabı təqdim edəndə, həm ələnəvi sual verəndə Rövşən Abdullaoğlu o suallara cavab verməkdə çətinlik çəkməsin. Demək, Rövşən Abdullaoğlu'nun ilk kitabı, səsləndirdiyimiz ilk kitabı Bu şəhərdə kimsə yoxdur. Sonra Velistan üzərinə uzanmış adam, daha sonra üzləşmə, çətin olsa da həyat davam edir və bugün təqdim edəcəyimiz Üsyan kitabıdır. Bu Üsyan kitabında səsləndirilməsi əməkdar artist
Sumqayıt Dram Teatrının aktyoru Cəlal Məmmədova məxsusdur. Dizayn isə Ülfət Axundova. Mən sizləri çox yormadan sözü verirəm digər dostlarımıza, onlara həm kitabı təqdim eləsinlər, həm də ənənəvi sualımızı Rövşən Abdullaoğlu'ya təqdim edib onlara cavab verin. Buyurun, sağ olun. Değerli dostlar, əziz oxucular, mən də hər birinizi salamlayıram. Bugün Rövşən mənim çıxışına niyəsə təsadüf sözüyle başladı. Açar sözümüz budur. Mən də bu təsadüflər zincirində yola çıxaraq qeyd etmək istəyirəm ki, bugünkü təqdimat həqiqətən də çox gözəl bir tarixə təsadüf edir. Bildiyiniz kimi bugün həm də müəllimlər günüdür. Mən bu vəsilə ilə fürsətdən istifadə edərək bütün müəllimlərimizi canı gönüldən təbrik edirəm. Onlara can sağlığı arzulayıram. Bizim bu nöqtəyə həyata gəlib çatmamızda, nailiyyətlər, uğurlar, müvəffəqiyyətlər əldə etməyimizdə təbii ki, müəllimlərimizin rolu əvəzsizdir. Elə müəllimlərdən söz açmışkən qeyd etmək istəyirəm ki, ən böyük müəllimlərdən biri də məhz kitabın özüdür. Və bu kitablar müəllim tək bizə həyatda öyrənməyi öyrənən çox dəyərli bir xəzinədir. Təbii ki, bu kitablarla bizə lütf edən dəyərli yazıcılarımız, şairlərimiz, ədiblərimiz, biz onlara çox minnətdarlığımızı bildirməliyik. Sizləri çox yormadan, sizlərin huzurunda Rövşən müəllimə bugün üsyan səsləndirdiyimiz son kitabı olan üsyan kitabını onu təqdim etmək istəyirəm və Rövşən müəllimə uğurlar arzulayıram. İnşallah həmişə yazsın, yaratsın bizə Gözü olmayan kitab klubu və Respublika Gözəlliyi Kitabxanası olaraq onun kitablarını səsləndirək və siz dəyərli oxuculara təqdim edək. Dostlar, indi isə sözü Mücad Qurbanova ötürürəm. Onu siz dəyərli oxuculara ənənəvi bir sual olacaq. Buyurun Mücad, sizlərin almışlarıyla. Mən də hər birinizi salamlayıram. Oradan da hər il görüşdə bu qədər oxucuları görən adamda çox gözəl xüsusi bir xoş hal əhvalatı yaranır. Bəyanları təsadüfən sözümüzə bildirlər. Təsadüfən Şöhrət bəyin bir paylaşımı qarşıma çıxmışdı. Bir kitabın necə ortaya çıxması. Doğrudan da bir kitabı o qədər asanlıqla ortaya çıxmaq, kitabın üz qabı, onun səhifələri adamda daha əlavə bir oxuma hissi edir. Bunun üçün Qədimqala ailəsinə də təşəkkür edirəm. Bir də alqış ailəsinə. Elə ki, ədəbi olaraq sualımız belədir. Növbəti səsləndirmələr olduğunuz hansı kitab istəyirsiniz ki, onu səsləndirəcək? Təşəkkür edirik. Gözdən Əlillər Kitabxanasının bütün fəal üzvlərinə təşəkkür edirəm. Sizlərin yeri yanında özəldir. Nə qədər zəhmətkeş olduğunuzu bilirəm, bu işə nə qədər ürəyinizin olduğunuzu bilirəm. Minnətdaram, dəyərlisiniz. Burada gəlib iştirak eləməyiniz, mənim əsərlərimə verdiyiniz diqqət mənim çox önəmlidir. Həqiqətən minnətdaram, təşəkkür edirəm. Və işiniz də mükəmməldir, səsləndirmə də yüksək səviyyədədir və bu mənim kitabxanamda xüsusi yeri olacaq bu üsyanı. Mən qorxuları məsləhət görərdim. Qorxular gəlib düşünürəm ki, sizin silsiləni gözəl tanımlayacaq. Biz bildiğiniz gibi 11-ci Beynəlxalq Bakı Kitab Sərgisində Respublika Gözdən Əlillər Kitabxanası olaraq iştirak etmədik, təmsil olunmadıq. Və bu sualı təxminən bir 10 dəqiqə bundan əvvəl Mədəniyyət Nazirinin özünə verdim. Və belə başa düşdüm ki, Nazirimizin bu məsələdən xəbəri yox imiş. O dedi ki, ola bilməz ki, sizin kitabxana biz burada iştirak eləməsin. Dedim, bəli, iştirak eləməyib və bizə dedilər ki, Mədəniyyət Naziri belə məsləhət verir. Dedi, yox, elə şey yoxdur. Və biz də ondan xahiş elədik ki, xahiş edirik, tezinə bizim kitabxanamıza gəlin
və bizim bu axtardığımız suallara, bu problemlərlə bağlı suallarımıza cavab verir. O da söz verdi ki, tezliklə kitabxanaya gələcəm və sizin axtardığınız suallara cavab verməyə çalışacağım. Biz Gözüm Olmayan Kitab Klubu olaraq 2017-ci ildə fəaliyyət göstəririk. Artıq 8 il olub, 9-cu ilə yaxınlaşırıq və bu 8 il ərzində biz 100-ə yaxın kitab səsləndirmişik. Həm könüllü oxucuların, həm də professional diktorların səsində bizdə kitablar var. Elə bu gün də oktyabr ayının 5-i 13:00-da Rövşən Abdulloğlu'nun Üsyan kitabının səsli versiyasının təqdimatını elədik və biz artıq Rövşən Abdulloğlu'da bu 5-ci kitabdır və inşallah Rövşən Abdulloğlu'da daxil olmaqla növbəti yazarlarımızın kitablarını səsləndirməyə hazırlaşırıq və biz sevimli yazarlarımızın, eyni zamanda sevimli yazarlarımızın güşəsini Respublika Gözlər Əllər kitabxanasında yaratmağa hazırlaşırıq və Gözüm Olmayan Kitab Klubu olaraq da ümumilikdə bir sayt açıb həm Gözüm Olmayan Kitab Klubu, həm də Respublika Gözlər Əllər kitabxanası ilə birlikdə o saytı oxucularımıza təqdim etmək istəyirik. Bu kitab sərgisi hər kitab sərgisindən daha maraqlı, daha möhtəşəm keçir. Yəni, bir sözlə kitab bayramıdır. Bir-birindən çeşidli kitablar, deməli yazıçılarla görüş və imza saatı çox gözəl, xoş təəssürat bağışlayır bizlərə. Burada da hamı təkcə böyüklər üçün deyil, uşaqlar üçün də həm əyləncəli, həm də bir-birindən müxtəlif, həm dərs vəsaitləri, həm şəxsi inkişaf olsun, oyunlar olsun. Çox möhtəşəmdir. Özümü çox əla hiss edirəm. Əziz tamaşaçılar, bugün Təhsil 365 xəbər portalı olaraq 1-7 oktyabr tarixlərində keçirilən kitab sərgisinin hazırladığımız reportajı sizlərə təqdim etdik. Unutmayaq ki, sərgi bitə bilər, lakin kitabların işığı heç vaxt sönməz. Sağ olun, gələn reportajlarda görüşəndək.